bölməsindən başlayacağıq. Writing task 2. İlk öncə task 2 haqqında məlumat vereyim. Task 2 uşaqlar normalda 40 dəqiqə yazılmalıdır. Tələb də nədir? 250 söz. 250 sözdən aşağı yazsaz, bu sizin üçün minusdur. Çünki balınız aşağı düşəcək. Əsasən task 2 hissələri IELTS-da akademik ya da rəsmi yazının əsas hissəsidir. 4 hissədən qiymətləndirilir. Task response, coherence, cohesion, lexical resource, grammatical range. IELTS-da əsas məsələ sizin fikirlərinizi aydın göstərməyinizdir. Bir də ki, bunlardan əlavə qrammatik bacarıqlara da riayət eləməyinizdir. IELTS-in strukturu haqqında ilk öncə məlumat verim sizə. Struktur nədən ibarətdir uşaqlar? Introduction giriş hissədir. Necə ki, ədəbiyyatda esselər, mövzularda necə deyirlər, plan quranda giriş, əsas hissə, nəticə. Burada da elədir. Prosto fərq nədir? Giriş olur, body 1, body 2 və conclusion olur. Yəni introduction, body 1, body 2 and